Hepsi aynı, hepsi kötü. Sağlamlar. Çok sevdim. Son vaxtlar istifadə etdiyim göyərtilər arasında bir dənə qəşəng incəcik göyərtilər var idi. Şüd dereotu yaxşı bir şeydir əslində. Yulaf falan reseptlər edəndə yulaf yumurta kəsməyib bu kimi şeylər. Bir yulafın və ya süd də deyəsən qatılır ona. Və ya qatıq bilmirəm. Yulafın şişmək üçün biraz vaxt lazımdır, gözləmək lazımdır. O detay var. Bir də dereotu şişkinliyi ödəmə azaldır. O mənada dietada olanda qatığa qatmaq falan istifadə etmək yaxşı bir şeydir. Hə, dediyim həmin göyərtilər vardı. O qədər qəşəng, incəcik idi, təsəvvür edin. Bunlar belə qalın kobud necə gəldi. Vəhşi kimi elə bir heyvan yeməyə hesablanıb da bunları insan üçün təsərrüflanmıyor sanki. Bir də mahnı ağlıma düşüb yenə. Bizim canlılar hədiyyə ilə falan zəngin olur, çox adamlara qoşuruq, eləyirik. Özümüzün danışmağına vaxtımız olmur. İndi fürsət ikən deyirəm, kitab müzakirəsi falan eləmirik. Bizim qığılcım kimi yanıb sönen adamlar gəlib getmir. Dereotuları ayırdıq. Nanələr belə edirlər. Çox şey deyəsən belə edirlər hər yerdə. Reyhan olsa reyhan da qatardıq. Qatıqlı tariflər yoxdur, çünki axır vaxtlar ya qatıq almıram, ya da çox balaca ölçüdə alıram. Bayaq da ayran aşına biraz fərqli dəyişikliklər edib şey paylaşan gördüm və sən də kimsin? Bakayım. Bilmirəm ki heç. Ekran şəkil çəkə bilərəm, amma heç ona da gerək yoxdur uşaqlar. Dereotuları doğrayırıq, incə-incə doğrayaq bunları. Aşpaz adası ilə iş görə bilmirəm. Kusuruma bakmayın. Olanımız budur. Xiyar, pomidor və pendir. Tuz istiyotunu bol elədim. Bayaq çurundur salatın. Buna görə. Salamlar, xoş gördük. Biz özümüzə yemək hazırlayırıq. Saat 9'da artıq hava qaralıb. Dereotuları kıydıq. Nə dedilər? Doğramağa nə dedilər? Heç sən özənsiz hazırlamayın. Xüsusən də özünüzə bir şeylər hazır eləyirsinizsə. Canlıların səsinə, danışığına fikir verin. Dilləri insan yediklərinin toplamıdır. Nə bilim, xarakteri, davranışı, hərəkəti, sakitliyi, sonra təlatümlü xarakteri, situasiyalara verdiyi cavablar onunla bağlıdır. Bu mənada dereotularımızı belə götürək, ataq bura. Burada da dəftərimiz var, orada Almanca çalışırıq. Gündə 1 saat ağır işdə işləyən adamlar çalışa bilirsə, biz niyə çalışmıyıq? Kimdən nəyimiz əski idi, dostlar? Bir kəlmə, bir cümlə, heç nəyi zəif görməyin, az görməyin. Hamısı yığılır. Necə ki, hər pis şey kimi, hər yaxşı olanda. Salamlar, yeni gələnlər, xoş gəldiniz. Hər yaxşı olan bir şey də hiss olunmadan yığılıb yaxşı bir şeylər nəticə gətirə bilər. Ümidinizi itirməyin, nə bilim, neynəməyin. Dünyada baş verən haqsızlıqlar, sizə qarşı olunan və başqalarına yandırılan yaşıl işıqlar, sizə tutaq ki, hər hansı bir şeydə pis davranırlarsa, neyinlərsə, bu niyə belə əyrimçədir? Əgər istəmirsinizsə, xiyarı da, pomidor da sulu yerlər düşsün, su salsın salatda, bunlara ayrı batmaq lazımdır. Ayrı yeyə də bilərsiniz, necə istəsəz. Xoş gördük. Yeni gələnlər ekran layıqları eləsəz, mənə də çox yaxşı olardı. Cimrilik yapmayın. Küləyin səsinə bax bir də. Həftə sonunu necə keçirmişsiniz? Ümid edirəm, hər şey qaydasındadır. O
adamlar var, nəsə olmayanda olurmuş kimi şişirdə hər şey danışırlar. O fason. Küləyin səsi çoxdur. Bayaq mən istidən öldüm. 2 gündür istidən ölürəm də. Amma sonra birdən-birə külək başladı. Neynədi? Görürsünüz, yeşil, qırmızı rəng verək. Atar bunları bura. Uzun doğranda qəşəng olur. Salamlar. Ekrana vurun da. Ekran like'ları. Lala. Yaşılla qırmızı birləşəndə uca laliyə oxşar bir görüntü var, yəni istər-istəməz. Salamlar, xoş gördük. Bəlkə qabığını atmayayım. Qabığını soysam sanki daha yaxşı olar. Uzun eləyək, yoxsa necə eləyək? Bunu belə eləsəm necə olar belə? Olmur, olmur, o qədər də olmur. Nə bişirim? Bişirmirəm, daha doğrusu hazırlayıram. Belə yüngül salat fason bir şey eləyirəm hətta. Güya ki biz diyetadayıq da, obezitəyə savaşırıq falan. Elə bir mesaj verməyə çalışırıq. Gecə gündüz tıkınırcasına yiyib sonra da o var videolar. Əslində ayrı şey yiyir, amma başqa şey nümayiş edir. Mən də ondanam. Çox sağ olun. Siz nə yemişsiniz? Hara getmişsiniz? Həftə sonu nə yemişsiniz? Mən almaq istədiyim, tamamlaya bilmədiyim şeyləri dalıca düşmüşəm bugün. Bəzisi alınıb, bəzisi yox. Bax, su salan yerlər. Yenə də, futbol. Yenə də əlcəksizim. Çünki özüm yiyəcəm. Görək yox. Deməyin. Başımız necədir? Salamlar, yeni gələnlər, xoş gəldiniz. Biz burada pomidorla savaşırıq. Domates çorbası, bir də domates suyu. Gökyüzündə domates suyu içmisiniz heç? Mən içmirəm heç vaxt. Evdə, şeydə də içmirəm heç. Mən mədəmə yaramaz. Bugün kola içdim. Dünən nəsə şoraba eləyən. Adını çəkmirəm, reklam olması, siz idiniz. Yox, mən ancaq o dediyi şeydən ancaq mürəbbə eləyərəm. Tutma yox. Nədir və giz badımcan mürəbbəsi nə bilinə. Mürəbbə çiyələkdən olar da. Dəxlisiz şorabalar, dəxlisiz meyvələrdən, tərəvəzlərdən bir şeylər. Düzdür, satış üçün yaxşıdır, amma belə. Hərənin ağız dadı başqadır. Bu nə da? Elə bir qarın qutab edirəm. Bunu belə edirlər, təmizləyirlər. Userlər gəldi. User. Ne yapıyoruz? Mənalı həyat, mənasız həyat gəldi. Mənalı həyat. Viktor Frankl, insanın anlam arayışı. Pomidora da sevgimi qatıram. Görürsünüz. Heç demirsiniz. Yenə like yoxdur da, yenə də mən şeyəm. Qəşəng tərxəli eləyə bilmirəm. Adı lazım deyil. Onun kimi olsaydım, indi milyonlar olacaqdı like'lar. Adı lazım değil. Baş harfi ben. Birdenbire hayatımın tümü oldun. Gecelerime gün gibi doğdun. Səsim də yoxdur, mahnı oxuyum. Tərxəli əvəzinə. I follow you deep sea, baby. I follow you. I follow you deep sea. I follow you. O gün bir dənə qəşəng mahnı səslənirdi. Xarici ilə mix edib də bizim mahnını xarici mahnı oxuyur, amma bilinən bir mahnı. Bilməm, qrup oxuyurdu, neynirdi.
Ona bizim milli notalarımızı qatıb oxuyurlar. Bəzən qəşəng səslənir. Elə bir şey demişdi. Afala. Mən canlıdayım. Səs almamışım. Geri döndüm. Selamlar, hoş geldiniz. Axırıncı önce qavanı soymağa xotum yoxdur. Əllərimi yuyum, daha sonra xiyarları başlayaq soymağa, doğramağa, bir şeyler yapmağa. Bunu götürün buradan, yoxsa qalsın. Arada mən vişnəyə pesok qatıram, arada da vişnəyə duz qatıram. Bu salata vişnə yaraşar bəlkə, amma vurmaq istəmirəm. Əlavə iş olmasın, vaxtım da getməsin. Çərəz vura bilərsiniz də, qoz falan, o mənada. Xiyar əslində çox götürmüşəm. Xiyarın da bu içli hissəsini vurmurlar, sulu olsun deyə salat istəmirsənsə əgər. Arxası acı ola bilər deyə götürürüm belə kəsib. Çünki acı da bütün koruyur hər şeyi. Salamlar dostlar. Ekran like'larına o qədər eləyirsiniz ki, day, çox minnətdaram. Salatalıkın kokusu bir harika. Böyle. Salım qalındı eləyə, yoxsa yox. Səssiz salam. Bu xeypə də yaxşıdır da, xırda. Əlimdə doğrayıramsa taxtanı götürün buradan. Salamlar, günay. Necə dişləriniz, neyinirsiniz? Belə arıq, xırda, incə doğranda salat dadlı olur. Bir də bilmirəm, əslində mən arada məsələn soğan da qatıram, amma yemirəm də soğanı. Bugün yəni soğan acısı çıxsın deyə qırmızı yağ soğan qıraqda duzlayırsan, daha sonra əlavə verirsən, o da fərqli bir dadı olur. Buna da yağ da vurarıq da yəqin ki, duru yağ da qatarıq. Çoban salatası işte, sadə bir şey. Beni azat et vurayım, kendimi derviş misali. En tip çağlardan biridir bu. Dırnağımı kəsir az qalır. Salamlar. İşte siz böyle ne öğrenmişsiniz, ne kadar öğrenmişsiniz. Qəşəng iqruşkalar toxuyurlar, xoşum gəlir. Bayaqdan amigurumi də nədir, minlə şeylər rastıma çıxır. Aksesuarlar, çantaya san, nə bilim. Qəribə. Ay. Başırtdıq. Beni azat et vurayım, kendimi derviş misali dağlara, aşkından uzan oldum. Susmuyor dilim, aşkına inletir dert adamı söyle. Sayende yol buldum derdindeyim. Yine keçmiş mahnılara üst tutmuşuq. Çünki yeni mahnılar çox mənasızdır. Onlar ancaq Z kuşağına hitap edə bilər. Beni azad et vurayım, kendimi de seni dağlarım. 11-1-1. Sen de kimsin? Fake misin?
Azad et orayı. Kırmızı soğan kurtarıp ak soğan var. Yapayım mı yapmayayım mı siz söyleyin. Axutum yoxdur, sonra içindən seçməlisən və ya yeyərsən, fərq yoxdur. Baxır da vəziyyətə. Salamlar, yeni gələnlər xoş gəldiniz. Ekranı tıklayın. Gecə ildırım çaxırmış. Mən gecə uyumuştum. Merhabalar, hoş geldiniz. Lale salam. Fake değilsənsə paylaşa bilərsən. Söz və sual və xoş diləklər bizi məsələn. Yeki oldu. Highlight yarandı. Teşekkürler motivation. Motivation amaçlı. Support my channel please. My dear friends. İki xiyar bəsdir yoxsa yenə şey deyək. Dereotudan yapılan salatları sevmiyor musunuz yoksa? Beni azat et orayım, kendimi derviş misal. Uzun dırnaqlar iğrençdir, kısa dırnaqlar baxımsızdır. Salamlar dostlar. Demək olar ki bitirdim bir dənə. Yapayım mı yapmayayım mı? Bence yapmayayım ben. İçine pendir vermeyeyim belki. Biraz yağ vurarıq. Giz profiller yenə gəldi, hücum elədi. Moderatorımız yoxdur və bu yüzden giz profillərində bayağı bir adamı var, yoxsa şişirtmədi, bilemedim. Salamlar. Dostlar biz buna biraz duz da vururuz. Top duz. O besinin tuzu istiyordu, çok iyiydi diye. Biraz limon da sıxa bilərsiniz istəsiniz. Mən istəmirəm. Sevgi salam. Sonra burada baxın, göyərti hər şey qəşəngləşdirir aslında. Salatada böyle işte. Salamlar dostlar, necəsiz? Ekran layıqlarına görə çox sağ olun. Belə işlər. Bunun nə qədərini biz yeyirik, nə qədərini paylaşdırırıq. Aslında çok da böyle salatam. Salam Fərid, necəsiz? Böyle işte. Bu nədir? Və biz deməli burada neyinirik? İlk öncə yaxşı qarışdırırıq bunu. Daha sonra karıştırırıq. Atom alı kimi bölüşdürün. Bu mənim hepsini yarıya böldüm dostlar.
Çox sağ olun dostlar. Bir olduq, çox sağ olun. Belə.